Salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Bu gün baxırıq MSI 1-in izahına. 21-də nədir? Verilən informasiya, bilik və bunları uyğunlaşdırmamızı istəyir. Baxaq birinci PDF-dən hansılar nələr? Verilənlər nələrdir? Loro dildə desək, bizim aramızda olan bütün söhbətlər, yəni hər şey hara aiddir? Verilənlər. Amma elmi dildə nələrdir? Qeydə alınmış siqnallar. İkincisi informasiya nələrdir? Verilənlərin faydalı məzmunu, həmçinin də ki, qəbul edilmiş siqnallar, yəni bizim dərs keçdiyimiz müddətdə bizə lazım olan hissə. Bilik də dərk olunma vasitəsidir. Yəni həmin keçdiyimiz dərs hissəsindən, informasiyadan çıxardığımız bir nəticədir. Yəni sistemləşdirilmiş informasiya da deyə bilərik. Baxaq indi burada variantları uyğunlaşdıraq. Verilənlər hansı oldu? Texniki vasitələrin saxlanılması, emal edilməsi, ötürülməsi üçün formal təsvir olunan məlumatlar, yəni bir növ desək hər şey. Ondan sonra Y variantına baxırıq. Qeydə olunmuş siqnallar, yəni alınmış siqnallar hər şey. 1 oldu BY, yazaq burada BY. İkincisi informasiya nələr idi? Lazım olan hissəsi. Baxırıq, təkrarlanmayan, əhəmiyyət kəsb edən məlumat olur dadaş. Nəhayət, üçüncüsü, bilik də ki, oradan çıxardığımız nəticə. Yəni, qərar qəbul etməyə imkan verən sistemləşdirilmiş informasiya A. Bir də ki, elə informasiyadır ki, əsasında məntiqi mühakimələr yolu ilə çıxışlar, təkliflər eləyə bilərik C. 1 BY, 2 dadaş, 3 AC. Baxırıq ikinci suala. Deyib verilənlərin bu tipində informasiyalar proqramlaşdırmada yaddaş ünvanları ilə. Baxaq ümumiyyətcə verilənlərin tiplərinə hansıları idi? Gördüyümüz kimi 4 dənə növ var. Mətin, hesabi, məntiqi, göstərici. Orada bizə nəyi soruşurdu? Proqramlaşdırmada yaddaş ünvanları üçün istifadə olunan. Yəni hansı olacaq? E variantı göstərici. Çıxırıq yuxarıya. 23-cü sual. 16-lıq say sistemində verilmiş B0A ədədinin ikili say sistemində tutduğu yerə 8-lik say sisteminin neçə simvolunu yerləşdirmək mümkündür? Əvvəlcə birinci çevirməyi öyrənək. Necə çevirirdik? Qəşəng cədvəlimizi çəkirdik. İstifadə eləyirdik 84, 21 qaydasından. Hansı rəqəmlərimiz var? B, 0, A. Formal olaraq özümüz üçün qeyd edirdik. B-nin qiymətini 11, A-nın qiymətini 10. B-nin qiymətini düzəltmək üçün 8, 4, 2, 1-dən 8, 2, 1-i istifadə edəcəkdik. Bu qaldı 0. 0-ı heç birindən istifadə eləmirik. A-nı düzəltmək üçün, 10-u düzəltmək üçün 8 və 2-dən istifadə edirik. Digərlərindən istifadə etmirik. Sonra bilirik ki, ikili say sistemində bir simvol, bir bit yer tutur. Neçə dənə simvol oldu? 4, 8, 12. Deməli, nə qədər yer tutacaq bu? 12 bit. Sonra deyir ki, 8-lik say sistemində neçə simvolu yerləşdirmək olar? Biz bilirdik ki, 8, 2-nin qüvvəti 3-ə bərabərdir. O da qüvvətlə götürürdük deyə nə qədər yer tuturdu? 3 bit. İndi 12-nin içərisindən 3 bit yerləşdirə bilərik. Bölürük, düşür, 4 olur C variantı. 24. Ötürmə sürəti 8192 kilobit. Bir dənə qəşəng snipping tool açaq. Daha geniş izah eləyək. Deyir ki, ötürmə sürəti 8192 kilobit olan modem vasitəsilə faylı 1 dəqiqəyə ötürürük. Bu faylı sürəti 32 megabit olan modem ilə ötürülərsə, ötürmə zamanı nə qədər olar? Əvvəlcə baxaq. Gəlin biz kilobaytlardan, megabaytlardan işləməyimiz daha rahatdır da. Kilobitdən kilobayta gələn nə eləyirdik? 2 hissəyə bölürdük. Kilodan kiloya gəlirdi, dəyişən içində yox idi. Amma bitdən bayta gələn zaman kiçikdən böyüyə keçirdik deyə bölürdük. Yəni, neçəyə bölürdük? 2-nin üstü 3-ə. 8192-də 2 üstü 13-dür. 2 üstü 13-ə 2 üstü 3-ə böləndə düşür 2 üstü 10. Yəni, 1024 kilobayt bölünsün saniyə. Ondan sonra deyir ki, 32 megabitdə çevirək. 32 megabitdən də megabayta çevirəndə eyni şey olur gördüyümüz kimi. Nə qədər eləyir V1-imiz olsun bu. Bu da V2-miz.
V2'miz eləyir o zaman 32 bölünsün 8, yəni 4 megabayt bölünsün saniyə. Sonra bunu biz megabayt bölünsün saniyə ilə yaza bilərik də, elə deyil, hər ikisini eyni şeyə gətirək. Bu 1024'ü kilobaytdan megabayta gələn zaman 2 üstü 10'a bölürdük. Yəni 1024'ü V1 bərabərdir. Böləcəyik neçəyə? 1024'ə. Yəni 2 üstü 10'a. Düşür nə qədər? 1 megabayt bölünsün saniyə. Deməli V1'in sürəti 1 megabayt imiş, V2'nin sürəti 4 megabayt imiş. 1 megabaytla ötürülən informasiya 60 saniyə və yaxud da ki, elə konkret olaraq dəqiqə ilə verib bizlərə 1 dəqiqə yazsaq, 1 dəqiqə. O zaman 4-dən ötürülən neçə dəqiqəyə ötürülər? X dəqiqə. Buradan da X eləməlidir. Bircə saniyə. 1 ilə 1 dəqiqə. Biz də bilirik ki, sürət artırsa zaman azalır. Hardan bilirik? S bərabərdir V vurulsun T. Bir-biri ilə gördüyümüz kimi eyni istiqamətdə olduğu üçün tərs mütənasibdirlər. Sürət 4 dəfə artıb, o zaman 4 dəfə azalacaq. X olacaq neçə? 1 bölünsün 4, yəni 0,25 dəqiqə olur D variantı. Davam edirik. Gəlir 25-ci sual. 24 oldu D. 16 megabit neçə kilobayta bərabərdir? Yenə 2 yerə bölürük bunu. Megadan gəlib nəyə? Kiloya. 1 megamız kilodan böyükdür deyə, kilobaytdan 2 üstü 10'a vururduq. 16 da heç, 16 da öz yerinə qalır. 2 üstü 4 vurulsun 2 üstü 10. Bitdən də bayta gəlirdi, 2 üstü 3'ə bölürdük. Bölə 2 üstü 3 düşür neçə? 2 üstü 11, yəni Y variantı. 26 5 megabayt, 1024 kilobayt, 1 gigabayt. Cavablara baxırıq ki, kilo ilə də var, giga ilə də var, mega ilə də var. Əvvəlcə, yəni məntiqli insanlarıq da. Bilirik ki, mega gigadan balacadır. Yəni ən böyük də burada kilodan sonra mega olduğu üçün cavabımız təbii ki də 2048 gigabayt eləmə ehtimalı yoxdur. Və digər ehtimala da baxaq ki, 5 megabaytı adi kilobayta çevirəndə bayaqdan yazırıq da 2 üstü 10'a vururuq. 5000'dən daha böyük rəqəm alınır. Yəni C-də gedir, A-da gedir və burada 5 megabayt, 1 gigabayt. Gerisini həll eləyək. Birincisi megabayta çevirir hər birini. 5 megabayt qalır öz yerində. Üstə gəlsin. 1024 kilobaytdan megabayta gələndə nə eləyirik? 2 üstü 10'dur 1024. 2 üstü 10'a bölürük. Neçə düşür? 1 megabayt. Üstə gəlsin 1 megabayt. Gigada megadan böyük olduğu üçün megaya gələn zaman 2 üstü 10'a vururuq. O da üstünə gəlirik 1024'ü. Eləyir 1030 megabayt B variantı. Keçirik 27'yə. İnformasiyanın nöqtə-nöqtə alınan yeni informasiyanın həmin anda onu alana verilən problemin həllində lazım olması. Yəni, həmin an üçün lazımlılığı hansı olurdu? Qiymətlilik. 28. Onluq say sistemindən verilmiş ədədin ikilik say sistemindəki yazılışına görə uyğunluğu müəyyən edin. Bir-bir çevirəcəyik. 32'ni çevirəndə bilirik, təkrarsız qüvvət üsulu ilə yazacağım. Hətta bir dənə snipping tool'a keçirək. Baxaq. 32 2 üstü A yazıram. 2 üstü 5'ə bərabərdir. Təkrarsız qüvvət üsulu ilə artıq bilirik də. Nə idi bu? Buradakı 5 sıfırların sayını bildirir. Yəni qabağa bir dənə 1 yazırdıq, arxasına 2, 3, 4, 5 dənə 0 yazırdıq. Keçək B variantına. 9. 9'u istəsəz bölə də bilərsiniz.
İstəsəz yaza bilərsiniz də. Aşmamaq şərti ilə hansına yaxındır? 2 üstü 3-ə. 2 üstü 3 neçə idi? 8 çıxanda neçə qalırdı? 1. 1 də 2 üstü 0 idi. Ondan sonra necə eləyirdik? Ən böyük qüvvətim, yəni 3, 2, 1, 0-dan, daha doğrusu 0-a qədər düzürdük. Sonra hansılar iştirak eləmişdirsə altına 1 yazırdıq. 2 qüvvəti ilə 1 qüvvəti yoxdur deyə 0 yazırıq. Keçək C-yə. 30. 30'u bölmək daha rahatdır. Bölürük 2'yə, düşür 15, qalıq 0. Bölürük 2'yə, düşür 7, qalıq 1. Bölürük 2'yə, düşür 3, qalıq 1. Bölürük 2'yə, düşür 1, qalıq 1. Cavab da eləyirdi ən axırdakı qismətdən üzü yuxarıya doğru. 1, 1, 1, 1, 0. Baxaq D variantını burada yazaq. Nədir? 12. 12'ni də bölmək daha rahatdır, nəinki qüvvətlə yazmaq. Düşür 6, qalıq 0. Bölür 2'yə 3, qalıq 0. Bölür 2'yə 1, qalıq 1. Cavab verir 1, 1, 0, 0. Keçək Y variantına nəhayət. Nədir? 33. 33'ə təkrarsız qüvvət üsuluna yazmaq yenə rahatdır. Hansına yaxındır? 2 üstü 5'ə. Çıxırıq 32'sini, qalır 1. 1 də neçə idi? 2 üstü 0. Ən böyük qüvvətim 5'dir. 0-a qədər düzürəm. 2, 1, 0. 5 ilə 0 iştirak eləyibdir. Digərləri yoxdur. İndi baxaq. D sıfırların sayı birlərin sayından çoxdur. Təbii ki də biri A-dadır. Biri də Y-dədir. Görürük də bunları. A, Y. Sıfırların sayı birlərin sayına bərabərdir. Biri B-dədir, biri D-dədir. 3'ə deyək ki, sıfırların sayı birlərin sayından azdır. Gördüyümüz kimi 4 dənə 1 var, bir dənə sıfırımız var. 1 A-Y, 2 B-D, 3 C oldu B variantı. Sonra 29-cu sualda bir dənə qəşəng snipping tool'la yazaq. Hamısı nə eləyib? Onluğa keçibdir. Burada onluqla 16-lıq da bərabərdir. Burada onluğa keçibdir. Bir-bir keçirək. 1. 1 x b 16 bərabərdir 299 onluq sayı sistemində. Necə eləyirdik? Üstünə xətt çəkirdik. Yazırdıq 0, 1, 2. Ondan sonra nə yazırdıq? Aşağıda duran rəqəm 1 vurulsun əsasım 16'nın üstü burada qüvvət. Üstə gəlinsin x vurulsun 16 üstü 1. Üstə gəlinsin 11 vurulsun 16 üstü 0. Bərabərdir 299'a. Buradan həll edilsə bu eləyir 256. Üstə gəlinsin 16x. Üstə gəlinsin 11 bərabərdir 299'a. 16x bərabərdir. 256 ilə 11'in cəmi 267. 299'dan da 267 çıxanda eləyir 32. X də bərabər oldu 2'yə. Deməli 1 oldu Y variantı. 2'yə baxsaq. Deyir ki 1, 1, 0, 0, 0, x, 1. İkili say sistemindədir. İstəyir 99 onluq say sistemində. Yenə üstünə xətt çəkirdik. 0, 1, 2, 3, 4, 5, 6. Necə yazırdıq? 1 vurulsun 2 üstü 6. Üstə gəlsin 1 vurulsun 2 üstü 5. Üstə gəlsin 0 neçəyə vursaq 0 edir deyə sıfırları ata bilirəm. X vurulsun 2 üstü 1. Üstə gəlsin 1 vurulsun 2 üstü 0. Bərabər 99'a. Bu eləyir neçə? 64, 32, 96. Bir də burada hətta yazın görərsiniz. 64 üstə gəlsin 32 üstə gəlsin. 2x üstə gəlsin 1 bərabər 99. 64, 32, 96. Bir də burada 97. 2x bərabər 99'dan 97 çıxanda 2. X də bərabər oldu neçəyə? 1'ə. Deməli 2 oldu C. Baxırıq üçüncüsünə. Üçüncüsü nə deyir? 9x onluq say sistemindədir. Bərabərdir x 0 16'lıq say sisteminə. Necə çevirərik? Yenə bunun üstünə 0 ilə 1'i yazarıq. X vurulsun 16 üstü 1. Üstə gəlsin 0'dan bərabərdir. Bu 90'ı bildirirmi? Bildirir. 90 üstə gəlsin x. Buradan 16x'i x atanda bu tərəfə 15x eləyirmi? Bərabər 90'a. X-ə bərabərdir eləyir 6'ya. Deməli bu neçəymiş? 6.
Bu da olur A variantı. 1Y, 2C, 3A. 1Y, 2C, 3A. Oldu Y variantı. Baxaq 30-a. 30-a hətta sniffing tool-dan yazaq, daha rahat olsun. İkili say sistemində 1, 1, 0, 1, 0 ədədinin onluq say sistemində qiyməti nəyə bərabərdir? Dümdüz üstünə xətt çəkirdik. 0, 1, 2, 3, 4. Hətta bir dənə buradan da bunu düzəldək. 4, 3, 2, 1, 0. Sonra necə yazırdıq? 1 vurulsun 2 üstü 4. Üstə gəlsin 1 vurulsun 2-nin kubu. Üstə gəlsin sıfırları ata bilirdik də buradan. Getdi. 1 vurulsun 2 üstü 1. O da edir 16, 8, 2, 26. Y variantı. Keçək 31-ə. Əvvəlcə sıralamamızı düzək. Ən kiçiyimiz bit idi. Sonra gəlirdi byte. Byte tək yazıla bilir. Sonra gəlir kilobayt, megabayt, gigabayt və nəhayət sonuncusu terabayt. Yalnızca 2 üstü 3 bitlə bayt arasındaydı. Digər bütün ehtimallarda 2 üstü onlar idi. Soldan sağa doğru getdikcə ədədlərimiz böyüyürdü. Ədədlərimiz dediyimiz, yəni ölçü vahidlərimiz. Biz də bilirdik ki, kiçikdən böyüyə keçən zaman bölürük. Böyükdən kiçiyə keçən zaman vururuq. Yəni böyük kiçiyi vura bilir. Deməli, bitdən bayta gəlirik. 2 üstü 3. Baytdan kilobayta 2 üstü 13. 2 üstü 3'lər buradan gəlir də, yəni 2 üstü 13. Kilobaytdan megabayta 2 üstü 23. Megadan da gigaya 2 üstü 33. 2 üstü 70'i bölürük 2 üstü 33'ə. O da eləyir 2 üstü 70 minus 33. 70'dən 30 çıxanda 40. 3-ə çıxanda 2 üstü 37. Elədir A variantı. 32. Nə deyir? 129 səhifədən ibarət olan kitabın ilk səhifəsində. Baxın, açar söz buradadır. İlk səhifəsində. İlk səhifəsi neçə səhifədən ibarətdir? 1. Digər qalan ehtimallar nə qədərdir? Daha doğrusu səhifələr nə qədərdir? 128. İndi yazaq. Gördüyümüz kimi ilk səhifəni ayrı bölübdür, qalan səhifələri ayrı bölübdür. O zaman necə olacaq? Deməli, V1 olacaq. Bir də ki, V2-ni də buradan yaza bilərik, fərq yoxdur. Nə ilə soruşur bizə cavabı? Kilobaytlardan. V1 nəyə bərabərdir? Deyir ki, ilk səhifəsində 1024, yəni 210, 512, yəni 209 sayda pikseldən ibarətdir. Və 256 rəng çaları deyir. Rəng çaları söhbəti varsa, bu olur 2 üstü 8. Bunun qüvvəti ilə işləyirik. Yəni, nə qədər yer tutacaq? 8 bit. Yəni, burada vururuq neçəyə? 8-ə. 8 də 2 üstü 3 olduğu üçün bit yaza bilərəm. Bayaq keçidlərdə gördükdə bitdən kilobayta yəni. Neçə var idi arada? 2 üstü 13. 2 üstü 13 bundan budur. Bu da bu 2 üstü 13. Qaldı 2 üstü 9 kilobayt. Yəni 512 kilobayt. Variantlarla da işləsək, misal üçün gördük ki, nədir? Y variantı getdi. V2-yə gələndə yazaq. Digər səhifələr. 128 səhifə qalmışdı axı. 2 üstü 7. 8 sətri var. 2 üstü 3. 64 simvol var. 2 üstü 6. Və Unicode-da yığılıbdır 2 byte. Bölürük neçəyə? 2 üstü 10-a. Niyə? Çünki bu səfər byte-dan kilobayta gəlirik. Bərabərdir. Bu 2 üstü 1. 2 üstü 6. 2 üstü 7. 2 üstü 3 burada. 2 üstü 10. Bundan ixtisar gedir qalır neçəyə? 128 kilobayt. O da eləyir 512 üstə gəlsin 128 640 kilobayt. Cavab da olur C variantı. Davam eləyək. Keçirik 33-ə. 33 biraz qarışıq sualdır. Deyir ki, onluq say sisteminə verilmiş 132 üstü 2 ədədini 16-lıq say sistemində təsvir edin.
Biz burada müxtəsər vurma düsturlarına baş çəkəcəyik. A plus B-nin kvadratına. Səbəb nədir? Çünki 132 üstü 2 çox böyük ədəd eləyir. Yəni bizim bunu tapmağımız da hədsiz uzun çəkər. Yəni 10 dəqiqə, 15 dəqiqə. Ondansa biraz daha qısa həll eləyə bilərik. 132-ni 2-nin hansı qüvvətləridir? 2 üstü 7, yəni 128. Üstə gəlsin 4-ə bərabərdirmi? Bərabərdir. 2 üstü 2-nin kvadratı kimi göstərir. Bərabərdir. Müxtəsər vurma düsturlarını açanda birlikdə A kvadrat, yəni 2 üstü 7-nin kvadratı. Üstə gəlsin 2 vurulsun A, vurulsun B. Üstə gəlsin B-nin kvadratı. Bərabərdir. Bərabərdir. 2 üstü 7 üstü 2 eləyir 2 üstü 14. Üstə gəlsin. İkincisi elədi 2 üstü 10. Üstə gəlsin 2 üstü 4. Burada hər birini 16-lıq say sisteminə çevirirəm deyə. 16-nın, yəni 2-nin üstü 4 kimi göstərə bilərəmmi? Göstərə bilərəm. Yəni, bunu necə göstərirəm? 2 üstü 4-ü yazaram. 2 üstü 4-ü maksimum neçəyə vura bilərəm ki, bu ədədi aşmasın? 14 ədədi aşmasın. 3-ə vuraram da. 4 vurulsun 3. Eləyirmi 12? Eləyir. Amma əlavə olaraq 2 üstü 2 qalır da. Onu da əvvələ yazaram. 4. Üstə gəlinsin. 2 üstü 10-u yenə yazaram. 2 üstü 4. Bu səfər maksimum neçəyə vura bilərəm? 2-yə. Neçə eləyir? 2 üstü 8. Yenə 4 qiyməti artıq qalır. Üstə gəlinsin. 2 üstü 4-ün də özü qalar. Bərabərdir. Bərabər. Sonra necə yazaram? 4 vurulsun 16-nın üstü 3. Üstə gəlinsin. 4 vurulsun 16 üstü 2. Üstə gəlinsin 2 üstü 4. Hə, buradan da biz nəyə oxşadırıq? X 16-lıq say sistemindən 10-luq say sisteminə keçməyə oxşuyurmu? Oxşuyur. Orada necə eləyirdik? Hər hansısa bir AB ədədi veriləndə qiymət çəkili 0,1 yazırdıq. Sonra yazırdıq 10, yəni A-nın qiyməti vurulsun. 16 üstü 1, üstə gəlsin. 11 vurulsun 16 üstü 0. Bu da onun eynisidirmi? Burada bir dəqiqə 16-dır. Eynisidirmi? Eynisidir. İndi ən böyük qüvvətim neçədir? 3. 3-dən başlayacağım 0-a doğru düzməyə. 2, 1, 0. Hansı qüvvətlə iştirak edib? 3 var? Var. Qabağındakı rəqəm neçədir? 4-dür. Buradadır da qabağındakı rəqəm. 2 var? Var. Qabağındakı rəqəm neçədir? 4. Ondan sonra 1 var? Var. Qabağındakı rəqəm neçədir? 1 vurulsun. 16-dır da bu. 1. 0-dakı yoxdur, olur 0. Cavab da olur A variantı. Davam edirik. Deyir ki, X kod sistemində verilmiş educompany ifadəsi yaddaşda 55 bit yer tutur. Görə educompany'də nə qədər simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli 11 simvoldur. X kod sistemindədir. 55 bit yer tutur. Deməli buradan X nə qədər yer tuturmuş? 5 bit yer tuturmuş. Bu kod sistemində yazılmış informatika sözü yaddaşda neçə bit yer tutur? Heç nə qədər. 5 vurulsun. İnformatika sözünün neçə simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 5 vurulsun 11. Deməli 55 A variantı. Rahat sual idi bu. Baxırıq 35-ə. Nəyi soruşur? Kiçik A simvolunun 16-lıq kodunu soruşur. Görürük ki, böyük A var. Var. Kiçiklər arasında da burada var. Biz ümumiyyətlə demişdik, böyüklə kiçik arasındakı məsafə nə qədərdir? Plus 32. Yəni, böyükdən kiçiyə keçəndə üzərinə neçə gəlirdik? 32 gəlirdik. Və yaxud da ki, Z ən sonuncu rəqəmdir. Qiymət neçədir? 122. Buradan da gedə bilərsiniz. Prosta oradan qarışıqdır. Sadəcə plus 32 olduğunu biz əzbərə bilirik. Yazarıq 65 plus 32. Neçə eləyir?
97. Amma harda? Onluq say sistemində. Bax, cavabı 97 görüb üstünə işığımın. Cavab 97 deyil. Bizdən 16-lıqda soruşur deyə 97-ni də bölürük neçəyə? 16-ya. Düşür hardasa 6 dəfə, 96 qalıq 1. Sonra da son qismətdən qalığa doğru gəlirik. Cavab eləyir 6, 1, 16-lıq say sistemində. Qəti şəkildə bunu 61 demirsiniz, çünki 16 say sistemində 61 mövcud deyil. Davam edirik 36 ilə. Deyir ki, saniyədə 2 kilobayt informasiya çap edən printer hər səhifəsinə orta hesabla 5 sonraki simvol olan mətn faylını 20 saniyə çap edir. Mətn faylı neçə səhifədir? 20 saniyəyə çap eləyirsə, həcm də 2-dirsə, deməli, daha doğrusu saniyədə 2 kilobayt informasiya çap eləyirsə, həcm nəyə bərabərdir? 20 vurulsun 2, yəni 40 kilobayta. 5 sonraki simvol 2 üstü 9 vurulsun x səhifə, vurulsun heç bir kod sistemi demir deyə bayt. Bərabər neçəyə? 40 kilobayta. Burada da kilobaytdan bayta gəlməliyəm, çünki biri almadı, biri armud, ixtisar edə bilmərəm. Vuraram 2 üstü 10-a. Bu 2 üstü 10, bu 2 üstü 9, burada qaldı 2. X də bərabərdir 42-yə vuran neçə eləyir? 80, yəni A variantı. Davam eləyək 37 ilə. Deyir ki, 6 bitlə kodlaşdırıla biləcək maksimal ədəd hansıdır? Düsturumuz var. 2 üstü n çıxılsın 1. 2 üstü 6 çıxılsın 1. O da eləyir. 32 çıxılsın 1. 32 də yazanmadıq. Çıxılsın 1. Yəni 31 Y variantı. 38. Onluq say sistemində verilmiş 4 üstü 5, 2 üstü 9, 8 cəminin 2 say sistemini ifadə edən çox rahatdır. Bir dənə sinfin tutacaq yenə. Bayaq necə 16-lığı 16-ın qüvvətləri şəklində göstərdiksə, burada da hamısını 2-nin qüvvətləri şəklində göstərəcəyik. 4 üstü 5 yazaram, 2 üstü 2 üstü 5, 2 üstü 9, 8 yazaram, 2 üstü 3 bərabərdir. 2 üstü 10, üstə gəlsin 2 üstü 9, üstə gəlsin 2 üstü 3. Bu da nə idi? X ikili say sistemindən onluq say sisteminə keçmək. Bunların hər biri 1 vurulsun da bilirik ücə. Yəni, yenə ən böyük qüvvətimiz neçədir? 10. Ondan sonra 0-a qədər düzürük. 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Altına xət çəkirik. 10 var, 9 var, bir də ki 3 var. Qalan heç biri yoxdur. 0, 0, 0, 0, 0, 0, 0, 0. 2 dənə 1, ortasında 5 dənə 0 olan. 2 dənə 1, 5 dənə 0. Səhv eləmirəmsə Y variantı olmalıdır. Davam ediyor 39-la. İnformasiya proseslərinə aid deyil. İnformasiyanı ilk öncə biz toplayırdıq. Sonra onu yadda saxlayırdıq. Sonra emal edirdik. Sonra da müəllim olmaq istəsək ötürürdük. Qiymətləndirmə deyə bir şey yox idi. Gəlirik 40-a. 40-ı biraz qəşəng çəkək. Kodlaşdırma məsələlərinə necə edirdik? 256 simvollu əlifba deyirdisə 2 üstü 8 idi. Qüvvətini 8-i bitlə götürürdük. Sonra da başlayırdıq 8-8 bölməyə. Səbəb nə idi? Çünki burada hər bir rəqəm bir bit yer tuturdu. Çünki ikili say sistemdə kodlaşdırılırdı. 2, 4, 6, 8, 2, 4, 6, 8, 2, 4, 6, 8, 2, 4, 6, 8, 2, 4, 6, 8 düz böldük. Sonra necə eləyirdik? Birincinin oxşarı olmur deyə buradan yazsam yəqin ki problem olmaz heç birinizə. Buradan yazıram A. İkinci birinci ilə oxşuyurmu? Oxşuyur. İkinci də olur A. Üçüncü digərləri ilə oxşamır, olur B. Dördüncü digərləri ilə oxşamır, olur C. Və nəhayət 5-ci yenə də A-ya oxşuyurmu? Oxşuyur. İndi bunları da təkrar bölüm. Yuxarıdakılarla bölmüşəm də, day bildik bunları. Sonrasını oxuyuruq. Burada deyil müxtəlif simvolların sayı. Müxtəlif simvolların sayı hərrəsindən birdən götürüldük.
hansılardır? A, B, C. Yəni sayı nə qədərdir? 3. Eyni simvolların sayın hasinə nəyə bərabərdir? Eyni də hansılardır? 3 dənə A-dır da. A, A, A. Sayı neçədir? 3. 3-ü 3-ə də vuranda 9 eləyir. Keçək açıq tiplərə. Qrafik faylın fiziki ölçüləri 25x50 nöqtədən təşkil olunmuşdur. Hər bir nöqtəni rəngləmək üçün istifadə olunan palitrada ümumilikdə 98 rəng var. Faylın həcmini müəyyən eləyin. Necə yazırdıq? 20 V bərabərdir 25 vurulsun 50 vurulsun. Söhbət burada gəlir 98 rəng palitrasına. Rəng palitrası deyəndə 2-nin qüvvətlərinə baxırdıq. Yerləşir 2 üstü 6 və 2 üstü 7 aralığında. Biz nəyə götürürdük? Bölgü götürürdük, bitlə götürürdük. Bərabərdir. İndi bunları bir-birinə vuraq. 25-i 50-yə vuranda bilirik də, orası rahatdır. 25-i 5-ə 125, arxasına bir dənə 0, onu da 7-yə vuranda eləyəcək 0, 5, 3 yadda, 7-nin 2, 14, 3 yadda 17, 7-ni də 1-ə vuranda 7, 1 yadda 8. 8750 bit. Söhbət burada bunu tutmaq idi, bax bu hissəni. 98 rəng palitrası. Davam eləyək 42 ilə. İnformasiya tutumu 16 GB olan video informasiyanı yerləşdirmək üçün neçə ədəd 2048 MB-lıq disk lazımdır? Yenə çox rahat suallardan biridir. GB-la veribdir birini, biri də ki MB-landır. Təbii ki də MB-i GB-a çevirsək daha rahat olar da. Bölürük neçəyə? 1024-ə. Düşür neçə? 2 GB. 16-nın içində neçə 2 var? 8-də də. Cavab olur 8. 43. Mətn yaddaşda 480 bit yer tutur. Mətn neçə simvoldan ibarətdir? 3. 80 bitlə soruşur deyə x bit bərabərdir 480-ə. Buradan da bitlə soruşduğu üçün x bərabərdir 480 bölünsün 8-ə. Daha doğrusu burada byte-landır. Heç bir kodlaşdırma sistemi verməyibdir. Hətta buranı silsək daha yaxşı olar. X byte bərabərdir 480-ə. 480-dən də çeviririk bitdən byte-a gəlmək üçün. 8-ə bölürük. Düşür neçə? 60 simvol. Heç bir kodlaşdırma sistemi verməyəndə cavab nə olurdu? Byte-la. Keçək digər suala. 44. Nə deyir? Müəyyən əlifbanın bütün simvollarından istifadə edilməklə mələklər sözü yazılmışdır. Bütün simvollarından istifadə edilməklə deyirdisə, buradakı bütün simvolları sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 nəyə bərabər idi? 2 üstü 3-ə. Nəyə götürürdük? Qüvvətini bitlə. İndi deyək ki, kəlmələr sözü yaddaşda neçə bit yer tutar? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 simvoldur, hər biri 3 bit yer tutur. Nə qədər yer tutar? 24 bit. Bu qədər sadə. Yox, əgər desəydim minimal simvollu əlifba, o zaman burada Ə-dən bir dənə sayacaqdıq, L-dan bir dənə sayacaqdıq. 45 şifahi sualdır. Xassələr nələri idi? Deməli, baxırıq variantlara. Tamlığı və onun aktuallığı. Bir olurdu B, Y. Xassələrinə də hətta buradan baxaq, nəzər yetirək bir dəfə. Bu hissədədir xassələri hamısı gördüyümüz kimi. Prosesləri hansılar idi? Proseslərinə də buradan nəzər yetirək. Bunlardır. Toplanması, saxlanması, emalı, ötürülməsi. Ondan sonra formalarda hansılar idi? Baxaq. Burada.
Analoq və rəqəmsal. İndi variantları uyğunlaşdıraq. 1 oldu BY, prosesləri oldu emalı, ötürülməsi və nəhayət onun kəsilməz olması, yəni analoq olması da oldu. C variantı. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Uğurlar.